Şəhid Həsənov Şükran Alıxan oğlu. Şəhid Həsənov Şükran Alıxan oğlu 1973-cü ildə Qərbi Azərbaycanın Amasya rayonunun Ağbaba mahalının Quzukənd kəndində anadan olmuşdur. 1988-ci ildə məlum hadisələr nəticəsində doğma yurdundan deportasiya olunaraq Bakı şəhərinin Zabrat qəsəbəsində məskunlaşmışdır. 1989-cu ildə 71 nömrəli peşə məktəbinə daxil olmuş, 1992-ci ildə həmin məktəbin elektroqaz qaynaqçısı fakültəsini bitirmişdir. Elə həmin il hərbi xidmətə çağırılmış və 701 saylı hərbi hissədə xidmət etmişdir. Xidməti dövründə göstərdiyi nümunəvi xidmətə görə komandirləri tərəfindən dəfələrlə mükafatlandırılmışdır. Şükran Həsənov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə böyük igidlik və qəhrəmanlıqla vuruşmuşdur. 1993-cü il 2 aprel tarixində Kəlbəcər rayonu uğrunda gedən döyüşlər zamanı snayper gülləsinə tuş gələrək şəhid olmuşdur. Ruhu şad, məkanı cənnət olsun. Allah rəhmət eləsin.